Bu dəfə çiyələk mürəbbəsi hazırladım. Gördüyünüz kimi çiyələkləri əzmədən saplaqlarından təmizləyirik səliqəli şəkildə. Sonra mənə lazım olan qədəri mən burada 2 kilo götürürəm. 2 kiloya 1 kilo 800 qram pesok əlavə eləmişəm. Gördüyünüz şəkildə yuyuruq, suyu süzülür. Sonra pesok və çiyələk qat-qat yığılır. Tam çiyələk bitənə qədər çiyələyi əzmədən səliqəli şəkildə qat-qat yığırıq və gözləyirik tam suyunu salana qədər. Üzərinə örtürük, qoyuruq bir kənarda. Gördüyünüz kimi tam suyunu salıb, yəni əlavə su etmədik. Ora heç bir şey öz suyudur çiyələyin. Gürxodda qoyuruq, tam bişənə qədər qaynayır. Şəkər tam əriyənə qədər, köpüyü tam çox olana qədər biz ora qaşıq vurmuruq gördüyünüz kimi. Bax belə qarışdırmadan ləyəni tərpədirik. Və görürsünüz köpüyü nə qədər azaldı, köpüyünü yığmıram. Yarım çay qaşığı limon duzu əlavə edirəm və sonra qarışdırıram ara-ara çiyələkləri əzmədən. Bəzi hissələrindən köpüklərini götürürəm və gördüyünüz kimi suya əlavə edirəm. Elə olanda qaşıqdakı o qalıq köpüklər təkrar mürəbbənin içinə düşmür. Və burada da yoxlayırıq suyunu. Gördüyünüz kimi hazırdır mürəbbəmiz. Və əzilmədən çox qəşəng bir şəkildə bişdi. Burada rəngi biraz tünd görünür, amma əslində rəngi belə deyil. Videoda belə düşür, görürsünüz heç biri əzilməyib. Və qalan köpükləri gördüyünüz kimi salfetka vasitəsilə yığırıq üzərindən səliqəli şəkildə və budur. Bir dənə köpük də qalmır. Çiyələklər də diri-diridir gördüyünüz kimi. Deməli biz burada biraz suyunu siz duru görə bilərsiniz. Çünki varinə biraz ilıqdır, tam soyumayıb. Və buyurun, bişirin, nuş olsun. Bu üsulla bişirəndə çiyələklər diri qalır. Öz suyunda bişirmək məsləhət görülür. Əlavə su etməyin. Rəngini də